Siz doğrudanmı buna inanırsınız? Sadece qala. Özünüz düşünün. Qız qalasında yaşamaq mümkün değil. Amma burada hər şey neft distilləsi üçün idealdır. Bu çıxıntıya bax. Alternativ alimlər əmindir. Bu, qədim bir rektifikasiya aparatıdır. Qalanın içində bitum izləri və qəribə saxsı borular var. Məbəddə bunlar nəyə lazımdır? Bakı həmişə neft şəhəri olub. Bəlkə əcdadlarımız qara qızılı hələ 2000 il əvvəl emal ediblər. Rəylərdə yazın. Bu sevgi abidəsi. Dünyanın ilk neft zavodu. Tarixi bir sir olaraq qalır. Qız qalası haqqında şok iddia. Bu abidə əslində qədim bir neft zavodu ola bilərmi? Memarlıq sirləri və qədim texnologiyalar haqqında yeni baxış.